Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinən 15 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətinə bugün Bakı Apellyasiya Məhkəməsində baxılmağa başlanılacaq. Qeyd edək ki, ötən məhkəmə iclasında ilkin baxış iclası keçirildi ötən həftə və məhkəmə qərarı aldı ki, heç bir əlavə istintaq aparılmadan, əlavə sübutlar tədqiq olunmadan məhkəmə baxışına bugündən başlanılacaq. Qeyd edək ki, təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işi bir ildən çox bir müddətdə Bakı Hərbi Məhkəməsində baxıldı. Bundan sonra məhkəmə istintaqını aparıldı, araşdırmalar aparıldı, tədqiq olunduqdan sonra bütün sübutlar və məhkəmənin hökmü çıxarıldı və həmin məhkəmənin hökmündən də təqsirləndirilən David Babayanın özü və digərlərinin isə vəkilləri apellyasiya şikayəti veriblər. Apellyasiya şikayətinə isə Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baxılır. Qeyd edək ki, təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı Bakı Hərbi Məhkəməsinin hökmü ilə 5 nəfəri onlardan ömürlük azadlıqdan məhrum olunub. Digərləri isə müvafiq olaraq 20, 19, 18, 17, 16 il müddətinə azadlıqdan məhrum olunublar. Bir neçə dəqiqədən sonra proses başlayacaq, məhkəmə baxışı başlayacaq.